Bugün biz çox maraqlı, hətta demək olar ki, dramatik bir hekayəyə baxacağıq. Söhbət Azərbaycanın qurucularından biri, Məmməd Əmin Rasulzadənin öz xatirələrindən gedir. Bilirsiniz, bu sadəcə bir xatirə deyil, inqilabın alovunda bir-birinə qarışan iki fərqli taleyin hekayəsidir. Bax, bu sual əslində bütün hekayəmizin mərkəzində dayanır. Rəsulzadə və Stalin. Onların münasibəti, inanın, təkcə iki insanın hekayəsi deyil. Bu iki fərqli ideologiyanın, iki tamamilə fərqli taleyin amansız toqquşması idi. Yaxşı, gəlin başlayaq. Hekayəmiz bizi 20-ci əsrin əvvəllərinə, o vaxtlar Çar Rusiyasına qarşı inqilabi hərəkatın demək olar ki, mərkəzi olan Bakıya aparır. Təsəvvür edin o dövrün Bakısı necə bir yeri idi. Hava dəyişikliyi qoxuyurdu. Amma heç kim, bəli heç kim, bu dəyişiklik fırtınasının hara aparacağını bilmirdi. Və budur. Hekayəmizin əsas qəhrəmanı Məmməd Əmin Rəsulzadə. O, sadəcə bir siyasətçi deyildi, əsla. O, Azərbaycanın müstəqillik arzusunun, o alovlanan milli hərəkatın sanki ürəyidir. Gənc yaşlarından məqalələr yazırdı, gizli cəmiyyətlər yaradırdı. Yəni, bütün varlığı ilə xalqını azadlığa çağırırdı. Elə həmin vaxtlarda Bakının o qaynar mühitində səhnəyə başqa biri çıxır. Çox sirli, çox praqmatik bir inqilabçı. Əsl adı Yosif Cuqaşvili idi, amma hamı ona Koba deyirdi. Bəli, həmin o Koba. Bu ad sonralar bütün dünyanı titrədəcək Stalin adının ilk kölgəsi idi. Rəsulzadə öz xatirələrində Koba ilə ilk tanışlığını danışanda onun amansız təbiətini dərhal göstərən bir hadisəni nəql edir. Baxın, Koba bunu proletariat sədaqəti kimi qələmə verir. Amma bu sözlərin arxasındakı soyuqqanlılıq, Rəsulzadə üçün bu, gələcəkdə milyonlarla insanın həyatına son qoyacaq o qəddar düşüncə tərzinin ilk həyəcanlı siqnalı idi. Beləliklə, onların yolları Bakıda kəsişir. Amma elə ilk gündən bəlli idi ki, baxışları tamamilə fərqlidir. Gəlin, elə bu ilk görüşlərdəki fikir ayrılıqlarının nədən ibarət olduğuna biraz daha dərindən baxaq. Deməli, o vaxtlar sosialistlər, belə deyək, iki yerə bölünmüşdülər. Menşeviklər və bolşeviklər. Yəni, yolları tamamilə başqa-başqa idi. Menşeviklər deyirdilər ki, gəlin tədricən demokratik yolla dəyişiklik edək. Amma bolşeviklər, yəni Koba və tərəfdarları tam əksini düşünürdülər. Heç bir güzəşt yoxdur, hakimiyyət ancaq zorla alınmalıdır və hər şey mərkəzdən, kiçik bir qrup tərəfindən idarə olunmalıdır. Amma bilirsiniz, bütün bu fikir ayrılıqlarının içində çox qəribə bir an da olub. Gizli bir yığıncaqda Vişinsk adlı bir menşevik Rəsulzadənin ləhcəsinə lağ edir və bu an Koba, yəni Stalin, onu müdafiə edir. Deyir ki, bəs sən özün Azərbaycanca danışa bilirsən. Bax, bu kiçik hadisə o dövrdə onların hələ də bir növ mübarizə yoldaşı olduğunu göstərən çox nadir məqamlardan biridir. Aha, indi gəldik məşhur 200 rubl hekayəsinə. Bu hadisə bolşeviklərin necə işlədiyini demək olar ki, mükəmməl göstərir. Təsəvvür edin, birgə bir tədbir keçirilir. Koba həbsdədir, onun qaçması üçün təcili pul lazımdır. Rəsulzadənin təşkilatı kömək edir, 200 rubl avans verir. Və nə baş verir? Tədbirin sonunda kassa, güya, qarət olunur. Pul yoxa çıxır. Təsadüfdür. Rəsulzadə sonradan tam əmin olur ki, yox. Bu qarət elə bolşeviklərin öz işi idi. Onlar buna partiyanın kassasını doldurmaq üçün ekspropriasiya deyirdilər. İndi isə gəlin zamanda biraz irəli gedək. Hekayəmizdə kəskin bir dönüş nöqtəsinə gəlib çatırıq. Artıq illər ötüb və biz Azərbaycanın cəmi bir neçə il çəkən müstəqilliyinin o faciəvi sonuna yaxınlaşırıq. Rəsulzadənin və yoldaşlarının o böyük ümidlərlə qurduğu cümhuriyyət. Düşünün, Şərqin ilk demokratik respublikası cəmi 23 ay yaşaya bildi. 1920-ci ilin aprelində Qızıl Ordu Bakıya girdi və hər şey bitdi. Rəsulzadə bir müddət gizlənməyi bacardı, amma sonda tutuldu və bir məhbus kimi öz vətəninə, Bakıya gətirildi. Onu saxladıqları yer isə dəhşət idi. Günəş işığı düşməyən, döşəməsi asfalt olan buz kimi bir mətbəx. Yataq yox, sadəcə bir neçə taxta parçası və hər an, hər saniyə güllələnmə təhlükəsi. Gələcək onun üçün tam bir qaranlıq idi. Və bax, məhz bu qaranlığın içində hekayəmizin kulminasiya nöqtəsinə, o unudulmaz gecəyə gəlib çıxırıq. İllər sonra iki köhnə yoldaş yenidən üz-üzə gəlir, amma bu dəfə tamam fərqli şəraitdə. Gecə yarısıdır. Qəfildən kameranın qapısı açılır və gözətçi Rəsulzadənin adını çəkir. Həbsxanada hamı bilir ki, bu saatda aparılanlar güllələnməyə gedir. Yoldaşları onunla vidalaşır. Çünki düşünürlər ki, bu son görüşdür. Ancaq onu edam aparmırlar. Tamamilə başqa bir otağa getirirlər və orada qarşısında kimi görür? İllər əvvəl Bakıda tanıdığı Kobanı. Lakin bu artıq köhnə Koba deyil. Bu, Sovet Rusiyasının ən qüdrətli adamlarından biri, Stalindir.
Rəsulzadənin cavabı isə hər şeyi deyir. O, Stalin demir. Deyir ki, bəli, tanıdım, Koba. Və Stalinin təklifi açığı hamı üçün şok olur. Rəsulzadəyə 3 seçim verir. İstəyirsən elə burada Azərbaycanda qal, istəyirsən mənimlə Moskvaya gəl, ya da istəyirsən get xaricə. Düşünün, bu bir məhbusa verilən təklif deyil. Bu sanki keçmiş bir yoldaşa edilən bir jestdir. Amma Rəsulzadə üçün məsələ heç də onun şəxsi azadlığı deyildi. O, bir an belə tərəddüd etmədən öz prinsipial mövqeyini ortaya qoyur. Deyir ki, mənim üçün əsas problem öz canım deyil, vətənimin işğal olunmasıdır. O, Stalinin üzünə açıqca deyir ki, sizin bura gəlişiniz azadlıq deyil, bu sadəcə köhnə əsarətin yeni formasıdır. Onların bu dialoqu əslində iki fərqli dünyanın toqquşması idi. Bir tərəfdə Stalin imperiya zehniyyəti ilə danışır, deyir ki, sizin kimi kiçik xalqlar özünüzü idarə edə bilməzsiniz. O biri tərəfdə isə Rəsulzadə hətta məhbus vəziyyətində belə öz millətinin müstəqillik haqqından bir addım geri çəkilmir və cəsarətlə deyir ki, ilk fürsətdə sizə qarşı yenə üsyan edəcəyir. Görsünüzmü? Onların o soyuq həbsxana otağındakı söhbəti əslində bütün bir dövrün mübarizəsini özündə birləşdirirdi. Bu, sadəcə iki siyasətçinin rəqabəti deyildi. Yox, bu milli müstəqillik ideyası ilə beynəlxalq bir imperiya arzusunun ölüm-dirim savaşı idi. Bu gərgin dialoqdan sonra hekayəmizin son pərdəsi başlayır. Rəsulzadə azadlığı seçir. Amma bu, çox acı bir ləzzəti olan azadlıqdır. Beləliklə, Rəsulzadə Moskvaya getməyə razılaşır. Stalin sözünü tutur, onu həbsdən azad edir. Amma gəlin özümüzü aldatmayaq. Bu əsl azadlıq deyildi. Bu daha çox qızıldan bir qəfəsə salınmağa bənzəyirdi. Bəli, o artıq məhbus deyildi, amma hələ də əsir idi. Moskvaya qatarla səfərləri isə sözün əsl mənasında bir film kadrı kimidir. Bir an Stalin soyuqqanlılıqla deyir ki, Rəsulzadənin dostunu azad etməyəcək, növbəti an isə öz sürgün illərindən danışır. Sanki iki köhnə dost dərdləşir. Onlar eyni vaqonda Azərbaycan kürüsü yeyirlər. Amma bu süfrədə oturanlardan biri qalib, digəri isə məğlubdur. Və bütün bu hekayənin ən faciəvi tərəfi də elə budur. Stalinin şəxsən müdaxiləsi Rəsulzadəni güllələnməkdən xilas etdi. Amma bu xilasın qiyməti nə oldu? O, öz həyatını qazandı, amma bunun əvəzində həm azadlığını, həm də uğrunda hər şeyini verdiyi müstəqil vətənini itirdi. Rəsulzadənin bu hekayəsi bu gün də bizə çox fundamental bir sual verir. Bir millətin azadlığı təhlükə altındaykən, bir insanın həyatda qalmasının əsl dəyəri nədir? Bu elə bir sualdır ki, bəlkə də hazır cavabı yoxdur, amma üzərində düşünməyə dəyər.